Salam müəllimlər, bu gün də MİT 2025 modelləşdirmə suallarının izahına baxacaq. MİT 2025-də 3 modelləşdirmə sualı düşmüşdü imtahanda. Birinci sualdan başlayaq müəllimlər. Belə bir sualımız var. Bu sual tipləri DİM test toplusunda da var. Müxtəlif yanaşmalar ola bilər müəllimlər bu sual tiplərində. Ən əsası biz nəyə diqqət edəcəyik? Baxırıq ki, verilmiş qraf və onun çəkili matrisində təpə adları maskalanır və onların uyğunluğu naməlumdur. Yəni M1, M2, M3, M4, M5, M6-nın hansı təpə olduğunu biz bilmirik. C və B təpələri arasında ən qısa yolun çəkisini müəyyən edin. Yəni C ilə B arasındakı məsafəni bizdən soruşur. İndi müəllimlər, bu qrafı buradan götürək birinci. Bu tip məsələlərdə müəllimlər ilk nəyə diqqət edəcəyik? Hər təpədən çıxan yolların sayına baxacaq. Hər təpədən çıxan yolların sayını ayırd etdikdən sonra keçəcəyik ikinci hissəyə. Müəllimlər, baxırıq ki, A təpəsindən 2 dənə yol çıxıbdır. Biri B-yə, biri C-yə qeyd edirik burada. B təpəsindən 3 dənə yol çıxıbdır. Biri A-ya, biri C-yə, biri də D-yə. Bunu da qeyd edirik. D təpəsindən demək 3 dənə yol çıxıb. Biri B-yə, biri C-yə, biri Y-yə. Bunu da qeyd edirik. C təpəsindən 4 yol A-ya, B-yə, D-yə, Y-yə. Bunu da qeyd etdik. Y təpəsində də eyni ilə B-yə, C-yə, F-ə 3 yol çıxıbdır. F təpəsindən də bir dənə yol çıxıbdır Y-yə, onu da qeyd edeyim. Müəllimlər, bundan sonra necə getməliyik? Müxtəlif yollarla yenə qeyd edirəm, müxtəlif yanaşmalarla getmək olar. Amma ən əlverişli üsullardan biri, hansı ki bizə vaxt qazandırar, ən birinci, yəni hansı ki təkrar olunmayan rəqəmlərə baxacaq. Görürsünüz, 3 burada təkrarlanıbdır, burada da təkrarlanıbdır, burada da təkrarlanıbdır. Amma 2, 4, 1 təkrarlanmayıbdır. İndi 4 dənə yol çıxan baxsaq çəki matrisimizdə hansıdır? M6-dır. Baxan kimi görürük ki, 1, 2, 3, 4. Başqa 4 yoxdur da, düzdür müəllimlər? Ona görə qeyd edirəm ki, ən birinci təkrarlanmayan ədədləri, yəni biz burada baxmalıyıq. 4 yol buradan, düzdürmü? Demək bu C təpəsidir. M6 oldu C təpəsi. Çünki 4 dənə yol çıxan bir dənə təpə var, o da C-dir. Burada da baxsaq 1, 2, 3, 4, bir dənə M6-dır. Düzdürmü? Bunu artıq təyin elədik. İndi növbəti biz B-ni təyin eləməliyik. Müəllimlər, B-ni müxtəlif yollarla təyin eləmək var. Amma ən sürətli nəyə baxır? Yenə baxıram ki, A-nın B ilə əlaqəsi var, bir də C ilə əlaqəsi var. 2 də onsuz da təkrarlanmayıb da. Demək, çəki matrisinə baxacam ki, 2 dənə yol çıxan təpə bir dənə olacaq. Da hansıdır? Baxan kimi görürük ki, M1-dir, düzdürmü? Demək, bu A təpəsidir, düzdür? Bu da A təpəsidir. Yaxşı, indi 2 dənə yol çıxıbdır, onsuz da biri B-yə gedir, biri C-yə gedir. C onsuz da məlumdur, əvvəlcədən tapmışdıq. Demək, M3 nə olacaq? Baxın, M1-dən hara yol var? M3-ə, bir də M1-dən M6-ya. M6-nın C olduğunu qeyd etdik. Bir dənə qalır M3, demək M3 1. Onda bunu da yaza bilərik 1, bunu da yaza bilərik 1. Artıq B ilə C-ni müəyyənləşdirdik. B ilə də, bizdən də B ilə C arasındakı məsafəni soruşur. B ilə C-nin də kəsişməsinə baxsaq, gördüyünüz kimi burada nəyə bərabər olacaq? 10-a. Demək, bunlar arasındakı məsafə nə qədər olacaq? 10 olmuş olacaq. Belə yanaşma ilə sürətli tapa bilərsiniz. Amma müxtəlif yollar da ola bilər. Yəni tək bu üsul deyil. Üçlərlə də gedə bilərdiniz və yaxud da ki, F-i burada artıq görən kimi M2-nin burada Y olduğunu görə bilərdik. O yollarla da getmək olar, amma bu yolla daha tez, yəni təkrarlanmayanları tez yazaraq əlaqəni tapıb vaxt qazana bilərik. Baxaq növbəti sualımıza müəllimlər. İkinci belə bir sualımızdır müəllimlər. Bu bilirik, bunun qaydasını bilirik. Sadəcə burada nəyə diqqət etməliyik müəllimlər? Hər təpədən çıxan tillərin mütləq ki, tam bitirdikdən sonra növbətiyə keçmeliyiz. Nə demək istəyirəm? Deyir, A təpəsindən K təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edir. Yəni, A təpəsindən çıxan tilləri, yəni qövsləri qeyd etməliyik. B-dən, sonra C-dən, yəni tam hamısını bitirdikdən sonra növbəti təpəyə keçə bilərik. İndi A-dan neçə yol çıxır? 3 yol çıxır, düzdürmü? Biri B-yə yazdıq bir, biri C-yə müəllimlər, biri də hara gəlir? F-ə. A-nı gördünüz, bitirdik. Yəni, demək istədiyim budur. A bitdi. Keçdik növbəti B-yə. B-yə
daxil etdi müəllimə bir dənə yol, düzdür? Demək, çıxışlara da bir dənə yazacaq. B-dən hara yol var? C-yə yol var. Demək, bir yol yazırıq. D-yə yol var, bir yol yazırıq. Bir də H-a yol var, bir yol yazırıq. B-ni də bitirdik müəllimlər. Keçik növbəti C-yə. C-yə 2 dənə yol daxil olur. Biri B-dən, biri də A-dan. 2 yol daxil 1 cəmlədik 2, çıxışları 2 yazacağım. C-dən D-yə yol var, 2 yazdım. C'dən H-a yol var, 2 yazdım. C'dən G-yə yol var, 2 yazdım. İndi növbəti qaldı D, müəllimlər. D-yə 2 yol buradan gəlir, 1 yol buradan gəlir. Düzdürmü? D-dən bircə dənə Y təpəsinə yol var. 2 ilə 1-i cəmlədik, çıxışa 3 yazdıq. Düzdürmü? İndi növbəti G-yə baxırıq. G-yə daxil olmuşdu 2 yol. Biri Y-yə çıxır 2 yol, biri də H-a çıxır 2 yol. Bunları da qeyd elədik. İndi baxırıq Y-yə. Y-yə 2 yol G-dən gəlmişdi. 3 yol da D-dən gəlmişdi. 3 ilə 2-ni cəmləyəndə 5 yolu çıxışa yazacaq. Düzdürmü? Y-dən də bir dənə çıxan yol haradır? F-ə. İndi müəllimlər davam edirik. F-ə 5 yol buradan daxil oldu, 1 yol buradan daxil oldu. Düzdürmü? 6 yol. 6 yol çıxış bu demək el təpəsinə yazacağam. 6 yol da H təpəsinə. Baxın H tamamlandı müəllimlər. 2 2 1 6. Bunları da cəmləyəndə 11 yol edir, düzdürmü? 11-i buraya yazacağım birdən. Çıxışı biri demək H-dan K-yadır, biri də J-yədir. 11-i buraya yazdık. Yəni çıxışlara cəmlədik, girişlərin cəmini çıxışlara yazdım. Sonra J-yə 11 yol daxil olur, 11 yol çıxır. Buradan da H-dan 11 yol K-ya gəldi. İndi bir dənə bu tilimiz qaldı. 6 yol daxil oldu, 6 yol da buradan çıxdı. K-ya daxil oldu 6 yol. 11 yol, 11 yol. Bunları da cəmləyəndə 11 üstə gəlsin 11, üstə gəlsin 6, 28-ə bərabər olmuş olacaq. Bu da belə müəllimlər. Növbəti 3-cü sualımıza baxaq. 3-cü sualımızı elə burada da qeyd edək müəllimlər. 3-cü sualımız sadə sualdır. Yəni qraflardan elə ən sadəsi bu sualdır. Bize deyir ki, ağaçta verilmiş, daha doğrusu aşağıda verilmiş ağac qrafında neçə yarpaq var? Yarpaqlarda müəllimlər, ondan sonra yəni növbəti təpə olmur. Məsəl üçün, Y-yə demək, yarpaq deyə bilmək. Çünki ondan sonra J gəlir. Ən sonuncu, yəni təpələrə baxacaq. Yəni ondan artıq hansısa bir yol getmir təpəyə. Demək, bir dənə yarpaq bu, 2 dənə yarpaq bu, 3 burada, 4 burada, 5 burada. Deyir, neçə yarpaq mövcuddur? 5 yarpaq mövcuddur. Bununla da müəllimlər, modelləşdirmə suallarını bitirdik. Növbəti mövzumuz alqoritmə aid olan suallar olacaq. MİT 2025-in alqoritm suallarını izah edəcəm. Hələlik sağ olun.